karma sən öhdənə düşən bütün vəzifələri yerinə yetirməyinə baxmayaraq, istədiyin nəticəni əldə edə bilməməkdir. Və bu əslində karma insan həyatında, bunun karmadan olduğu nədən bilinir? Bu bir döngü formasını alır. Bir şeyi yerinə yetirirsən, bəzən hətta məşğul olduğu sahəni dəyişirsən, nə bilim, bu həyatın hansı sahəsində olur olsun, bir dəyişiklik edirsən, yenə yenidən bir şövlə bu işi yerinə yetirirsən və görürsən ki, yenə də istədiyi nəticə əldə olunmadı. Buna döngü də deyilir, bu fərdi inkişaflar, buna insan həyatındakı döngü də deyilir. Görürsən ki, bir döngüdəsən. Bax, bu döngü, bu karmadır, bu döngüdən necə çıxmaq təbii ki, insan həyatında çox mühümdür. Amma bu döngüdən çıxmaq üçün əvvəlcə bunu anlamalısan. Anlamaq